Deməli, buradakı qaydaya əsasən nə edəcəyik? Ortadakıların qiyməti zaten bilinir ki, 3 dənə nədir? E hərfidir. 3 dənə də ortada nədir? 4 rəqəmidir. Düzdürmü? Deməli, 3 dənə E-nin qiyməti 3 dənə 4-ün qiymətinə bərabərdir. Yəni, E-mizin qiyməti bərabərdir 4-ə. Düzdürmü? Bizim buradakı bu tip tapşırıqlarda sağdakıların sətirləri, sağdakıların qiyməti ilə soldakıların deməli tərəfləri eynilik təşkil eləməlidir. Yəni necə? Burayla bura eynilik təşkil eləməlidir, gözəlim. Burayla bura eynilik təşkil eləməlidir. Burayla da bura eynilik təşkil eləməlidir. Yaxşımı? Yəni hər birinin soldakı solla sağdakı solun qiyməti eyni olmalıdır. Soldakı ortadakı qiymətlə sağdakı ortadakı qiymət eyni olmalıdır. Soldakı sağının qiyməti ilə sağdakı sağın da qiyməti eyni olmalıdır. Bu bizim şərtimizdir. Mən də buradan bildim ki, E-lərin ortada 3 dənə E-dən varsa, ortada sağ tərəfin də ortasında 3 dənə 4-dürsə, deməli E-miz 4-ə bərabərdir. Keçirik burasına. Burada eyni sayda olan nədir? N-lardır da, düzdür? Eyni sayda N-dır. Burada da eyni sayda nə var? 3 var. Deməli, N-nın qiyməti 3-ə bərabərdir. Eyni sayda olanı. Soldakının da eyni sayını tapdıq, sağdakının da eyni sayını tapdıq. Və bildik ki, N-imizin qiyməti də 3-ə bərabərdir. N-imizin qiyməti 3-ə bərabərdir. Sonra da soluna baxırıq. T-lardır. 2 dənə T-dır. Eyni qədərdə də burada nədir? 2 dənə 5-dir. Düzdürmü? 2 dənə T-miz var, 2 dənə də 5-miz var. Deməli, T-mizin qiyməti də 5-ə bərabərdir. Bizə də nə istəyir? Deyir ki, N üstəgəl L bərabərdir 5-ə bərabər olan olsun. Mən də burada T, L, N hissəsini tapdım. T-nın qiyməti bəlli idi 5. N-nın da qiyməti bəlli idi 3. L-nın qiymətini mən bilmirəm. Amma burada sağdakı kopyadan L-nın qiymətinin 2 olduğunu bəllədim. L-nın da qiyməti 2-dir. Sənə də deyir ki, N üstəgəl L bərabərdir neçəyə? Yəni, L-nın qiyməti 2-dirsə, N-nın da qiyməti 3-dürsə, sağ ol. 3-ün üstünə də 2 gələrik, T-nı alarıq. Tam başa düşdükmü gözəlim? Anladıq mı? Afərin sənə. Cavabımız T5.